Salam, söz verdiyim kimi zaman formalarının izahına başlayıram. Dövlət İmtahan Mərkəzinin magistratura üzrə test toplusundan zaman formaları və modal feillər birlikdə verilib. Mən modal feil testlərini izah etməyəcəm, sadəcə zaman formalarını izah edəcəm vaxt məhdudiyyətinə görə. Deməli, birinci başlayırıq 5-ci testdən. I, that, my friend, his promise. Yaxşı. Birinci növbədə bu that ilə ayrılanda, if ilə ayrılanma, ümumi mənası verən ifi nəzərdə tuturam. Sonra when nə vaxt mənası, who, what. Yəni bu tip bağlayıcılarla ayrılan cümlələr adətən tabeli mürəkkəb cümlələr olur və tabeli mürəkkəb cümlələrdə unutmaq lazım deyil ki, birinci tərəf adətən olmalıdır indiki və ya keçmiş sadə zaman formasında. Bitmiş zamanlarda ola bilməz. Bu iki variantı çıxırıq. B, C və D variantları arasında qalırıq. Birinci tərəf hər üçündə new'dur, yəni keçmiş sadə zaman formasındadır. Ona görə də biz uzlaşma olaraq will keep və keeps variantında çıxarıq. Çünki keçmiş zaman heç vaxt indiki zamanla uzlaşmır. Tərcümə də edəsi olsaq, mən bilirdim ki, mənim dostum sözünü tutacaqdı, vədini tutacaqdı. Normalda vədini tutacaq olmalı gələcək sadə zaman formasında, amma yadınızdaydısa mən demişdim ki, əgər bir gələcək hərəkətin keçmişlə əlaqəsi varsa, baxın neo keçmiş zamandadır, onda o keçmişə nəzərən gələcək zamandır, keçmişə istinad edən gələcək zamandır. Ona görə would keep olmalıdır, will keep yox. Gəldik 6-cı testdə since var burada. Deməli, bura üçün çox vacib qayda nədir? Since yeganə bağlayıcıdır ki, indiki zaman və keçmiş zamanın hər hansı forması uzlaşdıra bilir. Necə olur bu uzlaşma? Deməli, present simple, yəni indiki sadə zaman forması, present simple plus since plus past simple, yəni keçmiş sadə zaman forması. Deməli, present perfect axtarırıq birinci tərəfdə, sadəcə C variantında var. Gördüyünüz kimi present perfect has happened plus so, yəni past simple, cavab C variantıdır. 7-ci testdə ikinci tərəfdə now var. Now bildiyiniz kimi davam edici zaman forması, ona görə cavabımız D bəndi onsuz da qalır. Amma am going da ikinci tərəfdə davam edici zaman forması yazmışıq deyə. Amma deməli, daha detaylı baxası olsaq, deyirik ki, mən ev tapşırığımı etmişəm və mən dostumla indi kinoteatra gedirəm. Deməli, buradan tutmalı olduğumuz nəticə nədir? Buradan çıxarmalı olduğumuz nəticə nədir? Deməli, present perfect zaman formasının işlənmə yerinə diqqət etməliyik. Present perfect nə idi? Əsasən keçmişdə baş verib, nəticəsi indi göz qarşısında olan, nəticəsi indiyə təsir edən hərəkətləri biz present perfect zaman kimi qiymətləndirirdik. Baxın, deyirəm ki, mən dərslərimi etmişəm, indi dostumla kinoteatra gedirəm. Bu keçmişdə dərsimi etmişdim, amma nəticədə indi mən vaxt tapıram ki, kinoteatra gedəm də. Yəni bu indiki bitmiş zaman forması da elə. Sonra gəlirik 8-ci testdə. Did he explain the reason why he is so long? Deyir ki, bağışlayın. Deyir o səbəbi izah etdimi ki, niyə o belə uzun müddət deməli yazmayıbdı. Burada əvvəla diqqət edirik, did deyir keçmiş zamanda. Ona görə də indiki zaman olan cavabları çıxırıq. Deməli, o səbəbi izah etdimi ki, o niyə belə uzun müddət yazmayıb. İl və mış şəkilçilərini gördükdə biz bitmiş zamanı düşünürdük və yaxud ümumiyyətlə keçmiş bitmişin əsas işlənmə yeri kimi vurğulayırıq ki, keçmiş bitmiş zaman forması harda olur əsasən? Keçmişdə iki hərəkət baş verir. Hərəkətlərdən biri digərindən daha əvvəl baş verir. Daha əvvəl baş verən hərəkət olur keçmiş bitmiş, daha sonra baş verən hərəkət olur keçmiş sadə zaman forması. İndi onun belə uzun müddət yazmaması, onun bunun səbəbini izah edib etməməsindən daha əvvəl baş vermiş bir hərəkətdir də. Ona görə keçmiş bitmiş zaman forması yazmalıyıq. Keçmiş bitmiş necə yaranır? Had plus participle to olur keçmiş bitmiş. Had been plus participle to olur keçmiş bitmişin məchul növü. Yəni iki dənə variant arasında qalırıq. Məlumdur yoxsa məchulda olmalıdır. O yazmayıb, hərəkətin icraçısı məlumdur. Ona görə məchul növü yaza bilmərik. Cavabımız D variantıdır. Deməli, gəldik 9-cu testdə. Yenə burada since var. Since indiki bitmiş, since keçmiş sadə istəyir. Keçmiş sadə yerinə Monday yazıbdır burada. Monday keçmiş sadəni əvəz edib orada bağlayıcı, deməli, zaman zərfi kimi. Deməli, indiki bitmiş axtarırıq. İki variantda var. İndiki bitmiş zaman forması have been və have had. Have been olmaq feilinin bitmiş zamanıdır və have had isə deməli malik olmaq, var olmaq. Yəqin ki, deyərik ki, bizim bazar günündən bəri, bazar ertəsi günündən bəri nə qazımız, nə də işığımız yoxdur. Ona görə cavabımız olar D variantı. Sonra how long var. How long hərəkətin davam etmə müddətini bildirir. Hərəkətin davam etmə müddəti də bitmiş zaman formasında olur əsasən. Deyir, nə qədər müddətdir ki, sənin maşının var? İndiki bitmiş zaman forması
Have you had? Gəldik bura. Don't be nervous, əsəbləşmə, everything, hər şey. Burada said bizi çaşdırmamalıdır. Nəyə görə? Baxın, bu dırnaqlara görə. Dırnaq varsa, deməli bu vasitəsiz nik kimi qəbul edəcəyik. Bunu deyildiyi zaman necə deyilibsə o formada dilimizə gətirməliyik. Yəni burada said bizə heç nə ifadə etmir. Keçmiş zaman olduğundan xəbər vermir. Deyirik ki, əsəbləşmə, hər şey. Yaxşı, hər şey feillərlədir. Feillərimiz də pack feilidir də, yəni paketləmək feilidir. Paketləmək deməli, paketləmək kimi tərcümə eləsə deyirik əsəbləşmə, hər şey paketlənib və yaxud paketlənəcək. İki variantı da qiymətləndirək. Hər şey paketlənib desək, ıb şəkilçisini görürük, onsuz da indiki bitmişi göstərir bizə. Və yaxud indiki bitmişin izahı necə idi? Keçmişdə baş verib, keçmişdə nə vaxtsa paketlənib də bu şey. Amma nəticəsi indi göz qabağındadır da, deyirəm əsəbləşmə. Gedib baxsan, məsələn, görərsən ki, hər şey paketlənib də, nəticəsi göz qabağındadır. İndiki bitmiş zaman forması və yaxud deyirik ki, hər şey paketlənəcək, əsəbləşmə, hər şey paketlənəcək. Bu da olur gələcək sadə zaman forması. Gələcəkdə qeyri-müəyyən bir vaxtda bu şey paketlənəcək. Amma tutduğumuz şey nədir buradan bir də? Bizə lazımdır məhsul növ. Çünki hər şey paketlənib, hər şey paketlənəcəkdə icraçı bilinmir. Yaxşı, biri var. İndiki bitmiş zaman formasında yaza bilərəm bunu. Have, has yaza bilərəm bu zaman. Üstə gələk been plus participle to. Çünki indiki bitmiş zaman formasının məhsul növünün düsturu belədir. Keçmiş sadədə, üzr istəyirəm, gələcək sadədə isə məhsul növünün düsturu will plus, be plus, participle to şəklindədir. Baxıram hansı cavab var. Üzr istəyirəm, hər şey paketlənəcək, düzdür. Deməli, hər şey paketlənib cavabımız olar Y variantı və yaxud dediyim kimi will be packed versiyası da bizə uyğun ola bilərdi. 12-ci testdə baxıram, 12 modal feildir, keçək. Modal feilləri keçdim. Sonra gəlirik, deməli, üzr istəyirəm, modal feilləri keçək. Yaxşı, 27-ci testdə, wait a little, he might yet, yet var burada. Yet ümumiyyətlə, cümlənin ortasında olduqda siz zamana baxmırsınız. Çünki cümlənin ortasında olduqda yetin, amma ancaq, lakin ziddiyyət mənası bildirən bir bağlayıcı kimi işlənir. Amma cümlənin axırındadırsa, bu cümlə olmalıdır bitmiş zamanda və həmin cümlə ya olmalıdır sual ya da inkar olmalıdır. Deməli, cümləni sual formasına salma ehtimalımız yoxdur. Cümlə sual cümləsi deyil. Deməli, biz cümləni inkar formada yazmalıyıq və bitmiş zamanda yazmalıyıq. Wait a little deyir burada. Biraz gözlə. Deməli, indiki zamandan danışır. Yəni, keçmiş bitmiş yazma ehtimalımız onsuz da yoxdur. A variantı silinir. Does not, did not, indiki bitmiş zaman forması deyil. Has not, made up cavabımız budur. B bəndində has not yazıbdır. To have yazıb, amma bitmiş zamanda bilirsiniz ki, feil nə olmalıydı? Participle to da olmalıydı. Yəni, make yox, olmalıydı made kimi. Davam edirəm. You can't speak to the chief. He business letters which today we about 10 letters. Deyir, sən indi müdürlə danışa bilmərsən. O biznes məktublarını oxuyur. O bugün alınmış biznes məktublarını oxuyur. Yəni, mən feilləri qoyuram yerinə, məntiqlə tərcümə edirəm də. O read feilli birinci səhvdə oxuyur, o biznes məktublarını oxuyur. Yəqin ki, indi hazırda oxuyur biznes məktublarını. Çünki sənə hazırda müdürlə danışma icazəsi verilmir. Ona görə də indiki davam edici zaman forması yazırıq. Çünki söhbət əsnasında davam edən hərəkətlər verilir indiki bitmiş zaman formasında. A bəndi ilə deməli, D variantı artıq bizim variantlarımız arasında deyil. Potensial variantlarımızdan deyil. Deyirəm ki, bugün alınmış mesajları today var burada. Today onsuz da indiki bitmişin zaman zərfidir. Həmçində tərcümə eləsəm tuturam ki, bugün alınmış məktublar deyəndə yenə məktub bugün, yəni bundan əvvəl keçmişdə alınıb, amma nəticəsi göz qabağındadır ki, müdürün qarşısındadır məktublar, hazırda onları oxuyur. Yenə indiki bitmişin izahı oldu da bu. Deməli, ikinci tərəfdə olmalıdır indiki bitmiş zaman forması had received variantında çıxırıq. Have received və have been received. Bunlar arasındakı fərq bilirsiniz ki, bindədir, yəni məlum yoxsa məsul olmasındadır. Amma biz məktubu kim alıb onu bilmirik. Çünki bura icraçı yazmıyordu. Deyib ki, bugün alınmış məktubları oxuyur. Düzgün variant C variantıdır. 29-da. Təkrar edirəm bitmiş zamanla bağlı qaydanı. Əgər keçmişdə iki hərəkət baş veribsə, hərəkətlərdən biri daha əvvəl baş veribsə, daha əvvəl baş verən hərəkət keçmiş bitmiş zaman formasında, daha sonra baş verən hərəkət keçmiş sadə zaman formasında işlənir. Baxın, keçmiş bitmiş zaman formasını ən çox görəcəyiniz bağlayıcılar after'dır, before'dur, bir də by the time görəcəyik birazdan. After, before, by the time əvəzliklərində daha çox rastlayırıq. Bəs biz keçmiş bitmiş zaman formasını deməli, bu bağlayıcılarla necə işlədik? Əvvəla tərcümə edə bilərəm cümləni. Deyirəm ki, Helen yeni mövzunu öyrənəndən sonra o esseni səhvsiz yazdı.
Deməli 2 dənə hərəkət var. Helenin deməli yeni mövzunu öyrənməsidir, bir də onun esseni səhvsiz yazmasıdır. Deməli hansı daha əvvəl baş verib? Deməli Helenin yeni mövzunu öyrənməsi daha əvvəl baş verib. Ona görə o hissəni keçmiş bitmiş zaman formasında, digər cümləni keçmiş sadə zaman formasında yazırıq ki, cavabımız A variantıdır. Deməli buradan bir şey tuturuq ki, afterlı hissə həmişə daha əvvəl baş verən hissədir. Yəni after başda da işlənsə, ortada da işlənsə, bitmiş zaman yazırıqsa bura necə yazırıq cavabları? Afterdan sonraki hissəyə adətən keçmiş bitmiş zaman forması yazırıq. Digər cümləyə isə keçmiş sadə zaman forması yazırıq. Gəlirəm 30-cu testə. When Nick home tired that afternoon, his mother him a letter. Yaxşı, bu deməli mənə ardıcıl bir cümlə modelinə çağrışdırdı. Deyir ki, Nick evə yorğun gələndə, günorta evə yorğun gələndə onun anası ona bir məktub verdi. Əgər keçmişdə hərəkətlər ardıcıl olaraq baş verirsə, bu keçmiş sadə zaman formasıdır. Baxın, ardıcılda Nick evə gəldi, anası bir məktub verdi. Hətta uzada bilərəm, o məktubu oxudu, nə bilim, heyrətləndi, təəccübləndi. Bunlar keçmiş sadə zaman formasının qaydasıdır. Cavabımız B variantıdır. Keçmişdə ardıcıl baş verən hərəkətlər keçmiş sadə zamanda olmalıdır. Gəlirəm bura, before var bu dəfədə. Yəni before'dan sonranı tərcümə edirəm. Mən burada yaşamağa gələndən əvvəl bu ev tikilmişdi. Deməli, aydın məsələdir ki, yenə 2 dənə hərəkət var. Mənim bura yaşamağa gəlməyim və evin tikilmiş olmağı hansı daha əvvəl baş verib? Evin tikilmiş olmağı. Ona görə məhz həmin hissəni yazmalıyıq keçmiş bitmiş zaman formasında. Deməli, mənim evə gəlməyim hissə, mənim bura yaşamağa gəlməyim hissəsi isə keçmiş sadə zaman formasında olmalıdır. Deməli, bu ev tikilib deyəcəm. Bu ev tikilib, icraçı yoxdur. Deməli, keçmiş bitmişdir, amma məchul növdə olmalıdır. O da had been plus participle to qaydasını verir. Düzgün variant A variantıdır. Deməli, before'da da nə tuturuq? Baxın, təkrar edirəm. Afterlı hissə daha əvvəl baş verən hissədir. Onda buna zidd olaraq before'lu hissə, by the time'lı hissə isə daha sonra baş verən hissədir. Onda mən buradan qayda çıxarıram ki, after'dan sonra mən deməli bitmiş zaman olan cümlələrdə də after'dan sonra həmişə keçmiş bitmiş yazıram. Digər cümləyə keçmiş sadə yazıram. Before by the time'da isə tam tərsinə. Before və by the time'lı hissəyə keçmiş sadə yazıram. Digər cümləyə isə keçmiş bitmiş zaman forması yazıram. 32-ci testə gəlirəm. O yorğundur və ya o yorğun idi. İki cavab, deməli iki versiyada mümkündür. Is də ola bilər, was da. O yorğundur deyim, birinci is modeli üstündən işləyim. O yorğundur. Onun çox işi var və onun o gün, hə, burada that day deyirsə, artıq izləri çıxıram da, deməli başqa bir gündən danışır, bu gündən danışmır. Ona görə keçmiş sadə zaman forması üstündən işləyirəm hələ ki. Baxın, uzlaşmanı pozub bura has yazıbdı deyə, burada has not yazıbdı deyə məntiqsizdir. Düzgün cavab B variantıdır. 33. Bağışlayın. Deməli, deyir ki, o gözlərini açdı, ətrafa baxdı, biraz deyim, xatırlamağa çalışdı. Düşündü ki, xatırlamağa çalışsın, nə baş verib, ona nə baş verib. Yaxşı, gözlərini açıb, ətrafa baxıb, xatırlamaq üçün düşünüb. Bunlar ardıcıl hərəkətlərdir. Gözünü açdı, ətrafa baxdı, düşündü. Ardıcıl baş verən hərəkətlərdir. Ardıcıl baş verən hərəkətlər olduğuna görə, baxın, bu variantları çıxdım. Mənə lazımdır keçmiş sadə zaman forması open thought, yəni bu variantların hamısı hələ ki mümkündür B variantına çıxmaq şərti ilə. Nə baş verib? Baxın, nə baş verib hissəsi isə daha əvvəl baş verən hissədir. Deyir, gözünü açdı, xatırlamağa çalışdı, düşündü, xatırlamağa çalışdı ki, nə baş verib. Baxın, nə baş verməsi daha əvvəl olub ki, bu, nə bilim, yuxuya mı gedib, huşunu mu itirib, daha sonra bu məsələnin əvvəllərinə baş verdiyini xatırlamağa çalışır. Deməli, cavabımız olacaq Y variantı, sonuncu hissə olmalıdır. Keçmiş, bitmiş zaman formasında diqqətli olursunuz. Bu variantlar barəsində danışa da bilmərəm ümumiyyətlə. Çünki happen feili məhsul növdə işlənməz. Görürsünüz ki, burada been var, görürsünüz burada was var. Been də was da to be'nin formasıdır. To be plus participle'unu harda görsəniz bilirsiniz ki, burada məhsul növü işlədirdir. Two new experiments this year. This year indiki bitmişin zaman zərfidir. Two new experiments yaxşı deyir ki, bu il 2 yeni eksperiment aparılıb. Deməli, olmalıdır indiki bitmişin məhsul növündə. Çünki eksperimenti kim aparıb bilinmir. Deməli, cəmdə olduğuna görə yəqin ki, bizə have lazımdır. Məhsul növdə olduğuna görə been lazımdır. Feilimiz də baxırıq carry out feilidir. Ona görə have been carried out. O da düzgün cavabı A bəndə edir. 35-ci testə gəldik. Yet var burada. Yet indiki bitmiş, bitmiş zamanın sual və inkarının sonunda olur. Baxın, bitmiş zamanın deyirəm. İndiki bitmişi düzəltdim də orada bitmiş zaman deyirəm. Niyə? Çünki burada id var artıq. Informed. Mən bilirəm ki, artıq burada
indiki bitmiş yox, keçmiş bitmiş zaman forması işlənməlidir və təkrar edirəm, bitmiş zamanın sual və inkarının sonunda. Yəni mənə lazımdır keçmiş bitmiş zaman formasının inkar forması, o da A variantı. Deməli gəlirik 36-cı testə. Neither the students nor their teacher excited when they news. Yaxşı. Neither nor bağlayıcısı olan cümlələrdə xəbər ona ən yaxın isimlə uzlaşır. Yəni teacher-la uzlaşacaq. Və teacher sözü cəmiyyət etibarilə təkdədir. Ona görə aren't və weren't variantları bizə uyğun variantlar deyil. Cümlə inkardadır. İkinci bir inkarı yazmaq olmaz deyə B variantı yenə variantlar arasından silinir. Sonra onlar xəbəri eşidiblər cümləsi. Yəqin ki, məhsul növdə olmaz da onlar xəbəri eşidiblər. Yəni hər şey aydındır. Subyekt aydındır, obyekt aydındır. Məhsul növdə olmamalıdır. Onda düzgün variant Y variantıdır. Gəlirəm 37-ci testə. Deyir, biz çətirlərimizi götürdük. Yəqin ki, feillər, yəni götürmək, take to taken götürmək feillər üstündədir. Çünki biz bilirdik ki, bu hissə mənə deyir ki, buradan indiki zamanlı və gələcək zamanı çıx. Cavab qalır C ilə Y variantı. Çünki biz bilirdik ki, isti olacaq. İsti olacaq. Normalda olacaq gələcək zamandır. Amma baxırsınız ki, bura had taken və yaxud took. Keçmiş zamana istinad edir axı. Əgər bir gələcək zaman keçmiş zamanı istinad edirsə, o artıq keçmişə nəzərən gələcək zamandır. O da bizim düzgün variantımız Y bəndidir. 38-də. If burada əgər sasə mənası verən ifdir. Deməli, bu zaman nə edirik? Ümumiyyətlə, if də daxil olmaqla bütün tabesizlik bağlayıcıları haqqında bunu deyə bilərəm ki, əgər sasə mənası verən if, and mənası verən when-i deyə bilərəm sizə. Sonra after deyərəm, before deyərəm, while deyərəm, as soon as deyərəm, until deyərəm, till deyərəm. Bu bağlayıcılar, bu tabesizlik bağlayıcılarının heç birindən sonra, yəni həmin bağlayıcının cümləsində, həmin bağlayıcıdan bilavasitə sonraki cümlədə gələcək zaman formaları işlənməz. Ona görə biz variantlardan B, C və V, Y variantlarını silirik. Attend qalır. Əgər sən bu deməli dərnəşdə iştirak etsən, sən çox faydalı şeylər öyrənəcəksən. Düzgün variant D variantıdır. Onsuz da bitmiş zaman formasında ifli cümlədə elə görə bilmərik. Çünki if adətən şərt budaq cümləsi yaradır və ümumiyyətlə şərt cümlələri yaradır və ümumiyyətlə gələcək zamanı işarə edən bir zamandır da. Sən bu dərnəşdə iştirak etsən, şərtdirsə, deməli gələcək ilə bağlı bir şərtdir. Sən çoxlu faydalı şeylər öyrənəcəksən. D variantı düzgün variantımızdır. 39-cu testə gəlirəm. I built today, but he married that he back for lunch. Okay. Yaxşı, today var burada. Today, bugün, indiki bitmişin zaman zərfidir. Mən Billy görmüşəm və yaxud görməmişəm. Mən bugün Billy görmüşəm və yaxud görməmişəm. Amma o, marryəm, yəqin ki, deyib ki, keçmişdə deyib də. Ona görə indiki zaman forması olmaz. Elə cavabların hamısı onsuz da görülür ki, told kimidir. O marryyə deyib ki, o qəlyanaltıya qaydacaq. Qəlyanaltı da burada olacaq, qaydacaq. Yaxşı, will be variantını çıxıram. Niyə? Çünki baxırıq bura, told var da, burada feillərimizin hamısı tolddur. Yəni keçmiş zamandır. Deyirəm, mən tərcümə edəndə bunu gələcək zaman kimi tərcümə etdim, amma təkrar edirəm. Deməli, əgər bir gələcək zamanın ki, keçmişə istinadı var, ki, burada var da, tolda istinad edibdir, həmin gələcək hərəkət keçmişə nəzərən gələcək hərəkət sayılmalıdır. Will be, won't, deməli, gələcək zamandır, normal gələcək zamandır, çıxıram onları. Həzmin indiki zamandır, indiki bitmişdir, çıxıram onu. Mənə lazımdır, keçmişə nəzərən gələcək zaman, o da will-la düzəlir. Cavabımız Y variantıdır. 40-cı testə gəlirəm. Don't be late, deyir, gecikmə. If you late, you never see me again. Okay. Because okay. Deməli, deyir, gecikmə. Əgər sən geciksən. Deməli, yenə əgər mənası verir. Deyirəm ki, tabesiz mürəkkəb cümlə olur. Əgər mənası verəndə if və həmin cümlələrdə heç vaxt gələcək zaman yazmırıq. Will be variantları silindi. Sonra qaldı will və are going. Yaxşı. Deməli, gələcək zaman iki cür yaranır da. Deməli, will üstə gələk feilin birinci forması idi. Gələcək zaman bir yaranma üsulu. İkinci forma isə to be going to, yəni nəzərdə tutduğum am, is, are going to-dur. Üstə gələk feilin birinci formasıdır. Baxın, are going yazıb, amma burada seeing qarşısında to yazmayıb deyə mən bura bilirəm ki, to be going to yaza bilmərəm. Deməli, will üstə gələk feilin birinci forması istifadə etməliyəm. O da mənə özünü göstərir hansı variantda? A variantında. Baxın, will never see. Davam edirəm 41-ci testlə. Let those who.
Deməli, əgər bir nisbi əvəzlik gördünüzsə, nisbi əvəzlikdən sonra birbaşa xəbər yazıbsa, başa düşməlisiniz ki, həmin xəbər və buradakı xəbər uzlaşmalıdır nisbi əvəzlikdən əvvəlki sözlə. Yəni, bura is yaza bilmərəm. Axı those səmdədir, is tək xəbərdir, yazmaq olmaz. Yaxşı, bu biraz mürəkkəb tamamlığa gedir. Çünki deyir ki, deməli, şeyin, kontrakt üzr istəyirəm, layihənin, müqavilənin əksinə olanlar gözləsin. Deməli, mürəkkəb tamamlıqdır. Letdən sonrakı feil tuzsuz olmalıdır qaydası ilə, tuzsuz ayıncisiz olmalıdır qaydası ilə. Cavabımız C variantı olur. Bu çox da zamanla əlaqəli bir mövzu deyil. Dediyim kimi, burada wait letə görə tuzsuz və ayıncisiz olmalıdır. 42-ci testə gəlirəm. Until. Until elə if kimidir. Deməli, yenə də biz gələcək zamanları çıxırıq untildən sonraki cümlədə, tabesizlik bağlayıcılarından sonraki cümlələrdə. Baxıram, won't clear is uzlaşması mümkündür. Shan't be cleared is uzlaşması mümkündür. Won't clear was uzlaşması mümkün deyil. Çünki gələcək zamanla keçmiş zaman uzlaşmır. 3 variantımız silindi. Deməli, fogla shall not işlənməz ümumiyyətlə. Cavabımız A variantıdır. Çünki yadımızdaydısa shall işlənirdi birinci şəxsin təki ilə, yəni ya A ilə ya da V ilə işlənməli idi. Amma fog bilirsiniz ki, itdir, yəni üçüncü şəxsin təkidir. 43-cü testə gəlirəm. She said it time for a holiday as she any for a year. Yaxşı, burada any var deyə inkar yazmalıyıq. Any var deyə inkar yazmalıyıq. Amma bir şey də yadımıza salırıq ki, had özünün inkarını yarada bilməz. Hansı halda yaradardı? Ümumiyyətlə, having, has'in və had'in inkar yaratması üçün bunlar olmalı idi bitmiş zaman formasında. Yəni, nə ilə işlənməli idilər? Participle to ilə işlənməli idilər. Görürsünüz ki, burada fail yoxdur. Deməli, had not öz inkarını yarada bilməz. Bu iki variant məncə qrammatik cəhətdən artıq səhvdir. Had not have deyilən bir şey yoxdur. İkinci tərəf həmişə olmalıdır. Participle to da B variantı da qrammatik cəhətdən səhvdir. Və burada any var. Any varsa cümlə inkar olmalıdır. Ona görə də had versiyası da səhvdir. Düzgün variant D variantıdır. Gördünüz ki, tərcümə etmədən cavabı tapa bilirik, amma tərcümə də edirəm. Deyirəm ki, she said, o deyir ki, it was time for a holiday as she hadn't had any for a year. Deyir ki, o dedi ki, artıq tətilin vaxtı idi, çünki o il boyunca tətil etməmişdi. 44-cü testə gəlirəm. When they in Moscow, the rain but a strong wind. Yaxşı. Yenə when-ə baxırıq. When anda əndə mənası verir. Tabesiz mürəkkəb cümlə yaradır. Ona görə də onun tərəfində gələcək zaman yazmaq olmaz. Tabesizlik bağlayıcıların heç birinin tərəfində gələcək zaman yazmaq olmaz. Digər cümləyə yazmaq olar amma. Yaxşı, had arrived variantında çıxıram. Çünki unutmuram ki, deməli when, what time, bir də how long ago. Bu zaman bildirən bağlayıcılardan sonra ümumiyyətlə bitmiş zaman işlətmək olmaz. Ona görə də A və Y variantları silinir variantlarımız arasından. Baxırıq B variantına arrived, stops, blows. Ardıcıllıq hələ deyirəm, düzdür. Arrived, had stopped, was blowing. Arrived, stopped, had blowed. Yəni, heç biri zaman cəhətdən uzlaşma pozmayıb. Deməli, tərcümə etmək lazımdır. Deyir, onlar Moskvaya çatanda yağış, feillərə baxıram, stop feillərdir, dayanmışdı. Yəqin ki, onlar Moskvaya çatanda yağış dayanmışdı, amma külək əsirdi. Baxın, onlar Moskvaya çatanda yağış dayanmışdı. Hansı daha əvvəl baş verib? Yağışın dayanması, onsuz da mış və ıb şəkilçiləri də bitmişin əlaməti idi. O da cavabımızı aparır C variantına. Deməli, mən ora çatanda, onlar Moskvaya çatanda yağış dayanmışdı, amma külək əsirdi. Küləyin əsməsi isə həmin an davam edirdi deyə keçmiş, davam edici zaman forması olmalıdır. Düzgün variant C variantıdır. 45-ci testə gəlirəm. If you, yenə will variantını silirəm, çünki ifli cümlədir. Deməli, əgər sasə mənası verirsə, şərt, deməli, bu tip cümlələrdə, tabesizlik mürəkkəb cümlələrində tabesizlik bağlayıcılarından sonra gələcək zaman yazmaq olmaz. Əgər sən yavaş danışsa, sözləri, bəziləri səhv başa düşüləcək. Belə başa düşürəm mən bu cümləni. Səhv başa düşüləcək. Əvvəla burada will misunderstand variantı səhvdir. Çünki bu cümlə mütləq məchul növdə olmalıdır. Çünki səhv başa düşüləcək. Kim başa düşəcək bilmirik. Məchul növdə də bizə lazımdır to be plus participle to. Misunderstand feilinin participle to forması misunderstood formasında olmalıdır. Amma bu variantlarda misunderstand kimi saxlayıblar deyə bunlar da yanlışdır. Yenə qrammatik cəhətdən düzgün variantı B variantı seçirik. Neither the guide nor the tourist. Yenə diqqət edirik. Neither nor bağlayıcısı var. Bu zaman demişdim, xəbər ona ən yaxın isimlə uzlaşmalıdır. Tourist sözü cəmdədir. Cəmdə olduğuna görə was, is variantları silindi.
Cümlə onsuz da inkardadır. Bir cümlədə iki inkar işlətməz. Bu variantlar silindi. Düzgün variant D variantıdır. If pollution, a lot of animals of it. Yaxşı. Yenə will be controlled variantları silindi gələcək zaman olduğuna görə çirklənmə idarə olunmasa heyvanların çoxu öləcək kimi başa düşürəm bu cümləni. Cavabımız A variantı tərcümə cəhətdən. Əgər çirklənmə idarə olunmasa çox heyvan bundan öləcək. 48-ci test. The busiest day I recently. Recently var. Birinci tərəf olmalıdır indiki bitmiş zaman formasında. İndiki bitmiş zaman formasında D. Bu variantlar silinir qalır have had. O da cavabı elə D variantıdır. Çünki had keçmiş bitmişdi. Düzgün cavab D variantıdır. Was last Friday. Last Friday'də də last var. Bilirsiniz ki, last da keçmiş sadənin əlamətidir və o da was deməli was variantını düzgün edir. 49. Mike as a clerk, an actor and a teacher before. Yəni before var burada. Deyirəm ki, bayaq vurguladığım kimi bunu əslində qeyd götürün. Necə əzbərləyirsiniz, əzbərləyin. Çünki çox işləh bir şeydir. Bitmiş zamanlarda keçmiş bitmişlərlə işlənməsi belə idi ki, bunun afterlı hissiyə biz yazırdıq. Keçmiş bitmiş digər tərəfə keçmiş sadə yazırdıq. Before-da isə tam tərsinə idi. Before-lu by the time-li hissədə keçmiş sadə, digər tərəfə keçmiş bitmiş zaman forması daha işlə idi. Deyirik ki, o prodüser olandan əvvəl məmur, aktyor və müəllim kimi işləyibdi. Onsuz özümüz analiz edib də bunu tapa bilərik. Çünki deyirik müəllim işləyəndən əvvəl prodüser, nə bilim, aktyor, məmur kimi işləyibdi. Müəllim kimi, aktyor kimi, deməli, məmur kimi, aktyor kimi, bir də nədir? Clark, məmur, niyə təkrar edirəm eyni şeyləri? Deməli, məmur kimi, aktyor kimi və müəllim kimi işləyibdi. Bu daha əvvəl işləyibdi də bunu. Ona görə həmin hissəni keçmiş bitmiş yazmalıyıq. C variantıdır. By the time-da da yenə eyni qayda. Dediyim kimi by the time-da və before-lu hissəyə keçmiş sadə, digər tərəfə keçmiş bitmiş yazmalıyıq. O da variantımız edir. A bəndi. Yenə tərcümə edirəm. Deyirəm ki, mən evə çatan vaxtdan əvvəl mənim valideynlərim yatmışdı. Deməli, hansı daha əvvəl baş verib? Valideynlərimin yatması hissəsi də daha əvvəl baş verəni yazırdıq keçmiş bitmiş zaman formasında. Daha sonra baş verəni isə yazırdıq keçmiş sadə zaman formasında. 51-ci testdə. This morning var burada. This morning indiki bitmişin əlamətidir. İndiki bitmiş axtarırıq burada. Cavabımız qalır hələ ki, deməli, C və D variantı, have seen variantları. Sonra ikinci tərəfdə ego var. Ego varsa keçmiş sadə axtarmalıyıq. Ona görə bu variantı da silirik. Düzgün variant D variantıdır. I opened the window, the rain, but the wind. Yaxşı, opened deyir, keçmiş zaman deyir. Əvvəla has stopped getdi, have stopped getdi. Deyirəm ki, mən pəncərəni açdım. Yağış, yenə feillərə baxıram, dayanmaq feildir. Yağış dayanmışdı. Yağış nə vaxt dayanmışdı? Mənim pəncərəni açmamdan daha əvvəl baş verib də. Keçmişdə iki hərəkət baş verib. Daha əvvəl baş verən hissə yağışın dayanması. Daha əvvəl baş verən hissə yazılmalıdır keçmiş bitmiş zaman formasında had stopped kimi. Daha sonra baş verən hissə də mənim pəncərəni açmağımdır ki, onu özləri onsuz da keçmiş sadə zaman formasında yazıblar. Amma davamına bir də baxıram. Deyirəm, amma külək əsirdir. Küləyin əsməsi isə həmin an üçün aydın məsələdir ki, davam edici zaman sayılmalıdır. Davam edirəm. 53-cü testdə yesterday var, because var. Yesterday dünən. Deməli, had bought cavabları çıxır. Çünki dünən keçmiş sadənin zaman zərfidir. Bought variantlarına baxıram. Dünən mən yeni saat aldım. Çünki mənim köhnə saatim oğurlanmışdı. Əvvəla kim oğurlayıb bilmirəm. Ona görə cümlə məchulda olmalıdır və keçmiş zaman uzlaşır. Ona görə has been stolen indiki bitmişdə olduğuna görə çıxıram. Cavabımız A variantıdır. 54-cü testə gedirəm. Yesterday my friend whom since 1960. Yaxşı, dünən. Deyir, dünən mən dostumla görüşdüm. Görüşmək, qarşılaşmaq feili məchulda olmaz da. Ona görə bunu çıxıram. Dünən olduğuna görə keçmiş bitmiş olmaz. Çıxıram. Met variantları qalır hələ ki. Deməli, qayda necədir? Baxın, bura yazıram. İndiki bitmiş. Azərbaycanca yazıram bu dəfə. İndiki bitmiş. Üstə gələk since. Bunu qeyd edin 100%. Üstə gələk keçmiş sadə. Keçmiş sadə. Baxın, bura indiki bitmiş yazmayacağım amma. Niyə? Deməli, cümlə gördünüz artıq 3 dənə cümlə oldu. Bu zaman nə edəcəklər? Başlanğıcda bir dənə keçmiş sadə yazacaqlar. Keçmiş sadə zaman forması yazdılarsa artıq işlər dəyişir. Bu zaman artıq indiki bitmiş yox. Yazıram keçmiş bitmiş. Keçmiş bitmiş. Səbəbini izah edəcəm indi. Plus since plus artıq keçmiş sadə zaman forması, əslində o eyni qalır. Keçmiş sadə zaman forması. Səbəb nədir? Niyə belə olur? Deməli,
Biz bilirik ki, indiki bitmiş nədir? İndiki bitmişdə biz ümumiyyətlə indiyə qədər sözünü deyə bilirik adətən indiki bitmiş zaman formasında. Necə? Məsələn, baxın bu hissəni görməmiş sayaq. Bu hissəni görməmiş sayaq. Elə bilin ki, bu hissə yoxdur da. Buradan əvvəlki hissə yoxdur. Deyirəm ki, mən 1960-dan bəri dostumu görməmişəm. Bu indiki bitmişdir. Çünki mən burada deyə bilərəm ki, hələ indiyə qədər də görməmişəm. Amma bir cümlədə ki, hələ indiyə qədər deyə bilmiriksə, bax o artıq indiki bitmiş olmur da. O artıq keçmiş bitmiş zaman forması olmalıdır. Bax bura diqqət eləyin. Deyirəm ki, dünən mən 1960-dan bəri görüşmədiyim dostumla görüşdüm. Mən indi deyə bilmərəm, amma hələ indiyə qədər dostumla görüşməmişəm. Çünki dünən görüşdüm artıq. Dünən hərəkət kəsildi artıq. Deməli, hərəkətin nəticəsi artıq keçmişdə qaldı. Ona görə hərəkət oldu keçmiş bitmiş zaman forması. Təkrar edirəm. İndiki bitmiş since keçmiş sadə, amma əvvəl bu vacib hissə buradır. Əvvəl bir dənə keçmiş sadə olan cümlə işlənsə ki, burada işlənibdir. Bu zaman artıq keçmiş sadə, keçmiş bitmiş, since keçmiş sadə işlətməliyəm. Davam edirəm. 55-ci testdə. Fermer, bu qəbula düşübdür. Deyir, fermer evə qaydanda biz bilirik ki, venli tərəfə bitmiş zaman yazmaq olmaz. Bu variantlar çıxır. Deməli, deyir, fermer evə qaydanda onun atı oğurlanmışdı. Atın oğurlanması daha əvvəl baş verib. Bu bizə çatdırır ki, bizə lazımdır keçmiş zaman, bitmiş zaman forması, keçmiş bitmiş zaman forması da. Amma atı da kim oğurlayıb bilinmir. Deməli, bizə lazımdır məchul növ, o da variantımızı B bəndə edir. 56-cı testə gəldik. Next day var burada. I books where I okay. Okay. When I went veya was going home next day deyir, mən evə növbəti gün evə gedəndə mən kitabları qoyduğum yerdə tapdım. Aha. Mən deməli, mən evə getdim, kitabları tapdım. Bu hissələr ardıcıl baş verir. Mən evə getdim, kitabları tapdım. Ona görə keçmişdə ardıcıl baş verən cümlələri biz yazırdıq keçmiş sadə zaman formasında. O da cavabımız edir A bəndi. Bir də tərcümə edirəm. Mən evə gedəndə kitabları qoyduğum yerdə tapdım. Qoyduğum yerdə tapdım. Kitabları nə vaxt ora qoymuşdum? Daha əvvəl. Mənim evə getməyimlə, mənim kitabları tapmağımla çox daha əvvəl mən kitabları ora qoymuşdum. Yəni təkrar edirəm. Daha əvvəl baş verən hissə keçmiş bitmişdə olmalıdır. Bax ona görə məhz bu hissəni had left kimi, yəni keçmiş bitmiş zaman forması kimi yazmışıq ora. 57-ci testə gəlirik. Yenə deməli o mənə dedi ki, bura məchul heç nə lazım deyildi. O mənə dedi ki cümləsində deməli icraçı odur və obyekt də mənə deyibdi də. Burada məchulluq heç nə yoxdur ki. Ona görə told versiyalarına baxırıq hələ ki. Sonra baxırıq uzlaşmanı pozduğuna görə Y variantı da silinir. Çünki has been indiki bitmişdi. Sonra would be offer forması yoxdur. Çünki to be gəlibsə would offer'dır normal forma. Amma to be gəlibsə bu olmalıdır məchul növ. Məchul növdə yadımızdaydısa düstur necə idi? To be plus participle to şəklində idi də. Offer kim olsaydı buna baxardıq. Ona görə düzgün variant D variantıdır. Sonra yenə before var. Yenə təkrar edirəm. Before'lu hissəni keçmiş sadədə, digər tərəfi keçmiş bitmişdə yazacağıq. Ona görə də word əvvəla iron'dan word yazmaq olmaz, sıxılır. Had been discovered yazmaq olmaz, sıxılır. Was discovered birinci tərəfə də keçmiş bitmiş yazsaq cavab qalır C variantı və yaxud tərcümə edirəm. Deyirəm ki, dəmir belə kəşf olunandan əvvəl piramidlər tikilmişdi. Baxın, hansı daha əvvəl baş verib? Piramidaların tikilməsi daha əvvəl baş verib. Daha əvvəl baş verən hissəni yazmışıq keçmiş bitmiş zaman formasında. 59-a gəlirəm. The Browns say that. Brownlar deyir ki, since-i görürükmü burada? Since. Normalda qayda necədir? İndiki bitmiş, since keçmiş sadə. Burada bir keçmiş sadə gəlsəydi, mən indiki bitmiş yox, keçmiş bitmiş yazmalıydım ora. Amma gəlməyibdi. Ona görə də mən ənənəvi olaraq indiki bitmiş, since keçmiş sadə olan cavabı tapıram. O da D və Y variantındadır. Yaxşı, deməli, have been və have had. Məsələ də onda tərcümədədir də. Deyir ki, Brownlar deyir ki, onlar bura köçəndən bəri onların qazı olmayıb da. Yenə olmaq, valik olmaq, var olmaq feili lazımdır. O da Y variantı da var. Deməli 60-cı testə gəlirik. Delegates are interested to know. Deyir ki, nümayəndələr bilməkdə maraqlıdırlar ki, kontrakt nə vaxt imzalanıb və yaxud nə vaxt imzalanacaq. İmzalanacaq gələcək zamandır. Burada deməli gələcək zaman forması yoxdur və yaxud imzalanıb normalda indiki bitmiş zaman formasındadır. Hissəciyi var orada. Amma təkrar edirəm, when-dən sonra bitmiş zaman yazmaq olmaz deyə
biz ora keçmiş sadə zaman forması yazırıq. Adətən bilin, deməli when-dən sonra bitmiş zamanlar çevrilir olur keçmiş sadə zaman forması ki, bunu da əsasən biz sual cümlələrində bizə lazım olacaq o çevrilmə, orada danışacağıq. I didn't touch her because deyirəm ki, mən ona toxunmadım çünki mən ona toxunmadım deyirəmsə, deməli burada ən versiyası çıxır. Artıq keçmiş zamanla danışdığımız bilinir. Deməli mən elə cavablara başdan baxıb will jump'ı da çıxıram çünki gələcək zamanda keçmiş zaman heç bir halda uzlaşmır. Yaxşı. Deyirəm ki, mən ona toxunmadım çünki mən qorxurdum ki, o çaya tullanacaq. Acaq, əcək var burada. Normalda gələcək zamanda axı. Amma təkrar edirəm, əgər bir gələcək zamanın ki, keçmişlə əlaqəsi var, o artıq gələcək olmur, o artıq olur keçmişə nəzərən gələcək. Yəni would olur. Mənə woulddan olan cavab lazımdır. Düzgün variant A variantıdır. Bir dəqiqə test sayına baxım. Okay. Deməli neçədə qalmışdıq? 62-ci, 62-ci testdəyik. Deməli, saat 7-də oteldən çıxdı. Deməli, maşın onu gözləyirdi, o maşına mindi, aeroporta getdi. Saat 7-də aeroportdan çıxdı. Bu normalda keçmiş davam edici zamanın zaman zərfidir at 7. Amma go feili davam edici zamana burada düşməyəcəkdir. Çünki go out deməkdir axı çıxmaq. Oteldən çıxdı. Çıxmaq ani bir hərəkətdir də. O davam edici zamana düşməz. Ona görə də davam edici zaman forması yazmırıq ki, cavablarda onsuz da yoxdur. Amma bitmiş zaman forması onsuz da yazmaq olmaz. Yəni C və D variantları düzgün variant potensialını itirdi. The car, maşın onu gözləyirdi. Maşın onu gözləyirdi. Uzun hərəkətdir. Davam edici zamanında verilməlidir. Was waiting cavabları qalır hələ ki. Deyir ki, o maşına mindi və aeroporta getdi. Bunlar isə ardıcıl baş verən hərəkətlərdir. Maşına mindi, aeroporta getdi, təyyarəyə mindi, harasa getdi. Bunlar ardıcıl baş verir. Ardıcıl baş verən hərəkətlər verilməlidir keçmiş sadə zaman formasında. I was sure that, deyir, mən əmin idim ki, o never. Yaxşı, before var. Mən əmin idim ki, o əvvəl heç vaxt, belə deyim, oranı görməyib. O əvvəllər heç vaxt oranı görməyib. O da olacaq keçmiş bitmiş zaman forması. Ona görə də deməli inkar verdə ikinci inkarı yazmaq olmaz. Həzlər deməli çıxır. Cavab qalır C variantı. Onsuz da before-un sonda olduğu cümlə modelində qayda belədir. Yenə Azərbaycanca yazıram. Bunu mütləq qeyd edin. Keçmiş sadə, üstə gələk. Keçmiş bitmiş. Keçmiş bitmiş. Plus before nöqtə. Yəni before-un sonda olduğu cümlə modelidir bu. 64-cü səsə gəlirəm. Which by her parents. By her parents dediyinə görə mən tuturam ki, burada məchulluq var. Çünki deyir valideynləri tərəfindən. Tərəfindən hiss edən kimi mən bilirəm ki, burada məchulluq var. Cavab qalır B və D variantları arasında. Çünki məchul növ to be plus participle to olmalıdır. Burada took dediyinə görə mən bilirəm ki, keçmiş zamandır. Keçmiş zaman axtardığıma görə have been present-də çıxır. Cavab qalır B variantı. 65-də we knew that day ever since. Yenə burada since var. Normalda indiki bitmiş since keçmiş sadə idi. Amma dedim ki, başda bir dənə keçmiş sadə olan cümlə görsəz, bayaqçı testdə vurğulamışdıq. Bu zaman artıq keçmiş bitmiş since keçmiş sadə lazımdır bizə. Düzgün variant Y variantıdır. 66-cı testdə. Neither my sister nor I anxious that night when we knocked the door. Yaxşı, biz qapının döyüldüyünü eşidəndə, deməli həmin gecə nə bacım, nə də mən narahat olmadıq. Deməli, nə bacım, nə də mən. Burada cəmlik heç nə yoxdur. C və Y variantlarını çıxırıq. Çünki yenə vurğulayıram. Neither, nor olanda xəbər ona ən yaxın isimlə uzlaşır. Aynı anda uzlaşmalıdır. Was. Cəmdə olmamalıdır. Onları çıxıram. Bizim qapının döyülməyini eşitməyimiz keçmiş zamanda məhsul növdə olmalı deyil. Çünki məlum növdür də aydın məsələdir. Biz qapı döyüntüsünü eşitdik. Burada məhsulluq nə var? Bir cümlədə iki inkar olmaz qaydası ilə A bəndidə çıxır. Düzgün variant B variantıdır. Gəldim 67-ci testə. Deyir ki, o maili yoxlayır. Bir həftədir cavablandırılmamış maili yoxlayır. Əvvəla for a week unutmayaq ki, bitmiş zamanların zaman zərfidir və mail cavablandırılmayıb hissəsi də deməli tuturuq ki, və indiki bitmiş zaman formasında məhsul növdə olmalıdır. Çünki kim cavablandırmayıb onu? Bunu vurğulamamışıq. Əvvəla burada yenə which-dən sonra mən xəbər yazıram. Görürsünüz ki, have, were, have. Bunların hamısı xəbərdir də. Deməli, mən mail ilə uzlaşdırmalıyam da onu. Mail kəmiyyətcə təkdədir deyə have, were və have versiyaları çıxır. Mənə lazımdır has olan cavablar və mən tutdum ki, yenə mail cavablandırılmayıb. Kim cavablandırmayıb onu bilmirik axı. Ona görə bu variantda çıxır. Düzgün variant Y variantıdır.
68-ci testə gəlirəm. In 2009, 2009-cu ildə. 2009-cu il keçmiş sadənin zaman zərfidir. Bu variantlar çıxır, cavab qalır D variantı. 69-da üzr istəyirəm. 69 deməli modal feildir. 70 modal feildir, 71, 72, yaxşı, 72 də modal feildir, 73-cü testə baxırıq. Since var burada, since-in qaydası indiki bitmiş, since keçmiş sadədir, indiki bitmiş axtarırıq deyə bu variant çıxır. News təkdədir deyə have-də olan versiyalar çıxır, çünki təkdədir. Have cəmdə olan bir xəbərdir. Sonra indiki bitmiş, since keçmiş sadə axtarırıq. Had been left keçmiş sadə deyil, keçmiş bitmiş zaman formasındadır. Düzgün variant D variantıdır. 74-də last Sunday keçmiş sadənin zaman zərfidir. Ona görə A və D variantları cavablarımız arasında silinir. Yaxşı, aydın olur ki, since-li bir cümlədir və əvvəl keçmiş sadə var. Deməli, burada qayda necə idi? Keçmiş, bitmiş keçmiş sadə olmalı idi artıq. Ona görə have seen, didn't see o, hadn't seen, left variantı düzgün olmalıdır. Cavab C variantıdır. Anywhere, əvvəla anywhere inkardır. İnkar da deyə was found. Anywhere inkar cümlələrdə işlənməlidir deyə B ilə C variantı silinir. Mən James'i heç yerdə tapa bilmədim, tapmadım. Simon either və bir cümlənin sonunda either varsa o cümlə mütləq onsuz da inkar olmalıdır. Was found təsdiqdir, found təsdiqdir. Cavabımız Y variantıdır. 76-cı testdə deyir, mən bilet alanda mən bilmirdim ki, baxıram, bilmirdim və ya bilirdim ki, biz ora əvvəl getmişik. Yaxşı, before əvvəldədirsə, deməli, before-lu cümləyə keçmiş bitmiş yazmalıyıq. Baxın, buradakı qaydaya. Buradakı qayda necə idi? Keçmiş sadə, keçmiş bitmiş, before nöqtə. Cümlənin axırda axı, cümlənin axırındadırsa, deməli, cümlə bitməlidir. Keçmiş bitmiş zaman forması ilə. Deməli, film, baxırıq bura, demonstrate, nümayiş etməkdir. Film nümayiş etməz, nümayiş etdirirlər də. Ona görə məhsul növ lazımdır mənə. Bu variantı çıxıram. Keçmiş bitmiş olmalıdır. Bu variantı çıxıram. Deməli, məhsul növ olmalıdır deyə bu variantla bu variantda çıxıram. Düzgün variant A variantıdır. 77-də. Ego var burada. Keçmiş sadənin zaman zərfidir. Keçmiş sadənin zaman zərfidirsə mən bura. Deməli, bu ev 2 il əvvəl tikilib deyəcəm. Məhsul növdə başa düşürəm onsuz da buradan. Ona görə də painted variantı və had been painted variantını çıxıram keçmiş sadə olmadığına görə. Painted-ı çıxıram məhsul növ olmadığına görə. Hələ ki, 3 variantımız qalır. Sonra I don't know. Mən bilmirəm ki, when it. Mən bilmirəm ki, o yenidən nə vaxt. Yaxşı, boyanacaq olacaq. Burada cavabımız D variantı olacaq. Deyirsiniz buradan uzlaşma. Burada uzlaşma olmalı deyil. Baxın, burada uzlaşma tələb edən bağlayıcı deyildi. And uzlaşma tələb edən bağlayıcı deyil də. Deyir, bu ev 2 il əvvəl tikilib. Amma deyir, indi deyir ki, mən indi bilmirəm ki, o bir də nə vaxt boyanacaqdır. 2 il əvvəl boyanıb, bağışdan boyanıb. Mən bilmirəm ki, o bir də nə vaxt boyanacaqdır. Acaq əcək gördüyümüzə görə ora gələcək zaman yazırıq. Baxın, burada don't know yox. Didn't know olsaydı, mən yazardım bura would not, will be painted. Keçmişə nəzərən gələcək yazardım da. Amma indiki zaman olanda normal gələcək zaman yazmalıyım. O da cavab edir D bəndi. 78. Deməli, 78-ci testdə before var. Vurğuluyuruq. Before-lu tərəfə keçmiş sadə, digər tərəfə bitmiş zaman forması yazırıq. Deməli, before-lu tərəfə keçmiş sadə had reached cavabı çıxır. Had reached cavabı çıxır. Had reached cavabı çıxır. Deməli, 3 variantı sildik hələ ki. Qaldıq 2 varianta. Birinci tərəfə də keçmiş bitmiş yazmalıdır deyə cavabımız B variantıdır. Həm də burada yet var onsuz da. Sonda yet varsa bitmiş zamanın inkarı olmalıydı deyə cavabımız B bəndi olur. 79-cu testə gəlirəm. Lately indiki bitmişin zaman zərfidir. İndiki bitmiş zaman forması axtarıram deyə bu variantlar silinir. Hələ ki 2 variant qalıbdır burada. Since də bitmiş zaman tələb edir. Ona görə bu variantda çıxır. Düzgün variant qalır C variantı. 80-ci testdə all these business letters by dinner yesterday. Yesterday keçmiş sadə zaman formasıdır. Deməli, deyir ki, bütün bu biznes məktubları dünən nahar vaxtına qədər cavablandırılmışdı. Cavabımız olacaq Y variantı. Çünki yenə burada by var. By'dan əvvəlki cümləyə, yəni baylı hissə keçmiş sadə yazırdıq. Digər tərəfə keçmiş bitmiş zaman forması yazırdıq adətən. Deməli, baylı hissəni cümlə ilə yox, söz birləşməsini ifadə edibdir. Yenə eyni qaydanı gözləyirik, amma bir də tərcümə edə bilərik. Deyirik ki, bütün bu biznes məktubları dünən nahara qədər cavablandırılmışdı. Bax, görürsünüz, hərəkətin bitməsi üçün bir sərhəd qoyubdur. Unutmursunuz, hərəkətin bitməsinin sərhəddi, yəni nə vaxta qədər iş görülüb. Bax, bu sərhəd bir bilinir keçmiş bitmiş zaman formasında, keçmiş bitmiş. Bir də bilinir gələcək bitmiş zaman formasında. Yəni burada yesterday yerinə tomorrow olsaydı, mən yazardım gələcək bitmiş zaman forması variantlarımızda yoxdur. O da olardı will have been answered formasında.
81-ci testə gəlirəm. Özür istəyirəm. 81-də. Miss Finch advisor to the school history club since. Yaxşı. Yenə burada since var. İndiki bitmiş since, keçmiş sadə cavabı lazımdır mənə. İndiki bitmiş since, keçmiş sadə variantı da B variantında özünü göstərir. 82-ci testə gəlirəm. Said keçmiş zamandır. Keçmiş sadə zaman formasındadır. Ona görə də mən gələcək zamanları çıxaram. O da variantlardan Y bəndinin çıxmağıma əsas verir. Deyirəm ki, John dedi ki, o ofisə deyir, işini bitirənə qədər ofisdən çıxmayacaq. İşini bitirənə qədər ofisdən çıxmayacaq. İşini bitirməsi onda keçmiş sadə olsun. Ofisdən çıxmaması olacaq keçmişə nəzərən gələcək D variantı. Bax, vurğulayıram. İşini bitirənə qədər ofisdən çıxmayacaq. Acaq əcək var da burada. Bunu normalda mən düşünürəm gələcək zaman, axı keçmiş zamanı istinad eləmişik də. Burada Saidin olması, axırda finished olması, keçmiş zamanı istinad elədiyinə görə bu olur keçmişə nəzərən gələcək zaman forması. Ona görə düzgün variant D variantıdır. 83-cü testdə. Ask if. Baxın, ask if, want to know if. Bax, burada if əgər sasə mənasını itirir artıq. Tabesiz mürəkkəb cümlələri bağlamır. Tabeli mürəkkəb cümlələri bağlayır. Yəni, bayaq mən sizə dedim ki, if əgər sasə mənası verir, tabesiz mürəkkəb cümlə bağlayıcısı olur. Bu zaman ondan sonra gələcək zaman gəlmirdi. Amma burada elə bir şey yoxdur artıq. Deyirəm ki, Mary atasından soruşdu ki, istədi ki və yaxud o evə qaydanda ona nağıl desin. Deməyini istədi də. Soruşdu ki, daha doğrusu o evə qaydanda ona nağıl deyəcəkmi? Yaxşı, ona nağıl deyəcəkmi? Yəni, acaq əcəyi hiss elədim, bu olur gələcək zaman, düzdürmü? Amma asked olması mənə göstərir ki, burada hərəkətlər keçmişdə cərəyan edir. Ona görə deyəcəkmi? Mən hissəsini götürəcəm. Would tell kimi keçmişə nəzərən gələcək zamanda would be told-u götürmürəm, çünki bu məchul növdür. Məchul növ lazım deyil mənə. Yaxşı, evə qaydanda nağıl deyəcəkmi? When-dən sonra da yazırıq sadə zamanları. O da bizə cavabı A variantı kimi göstərir. 84-dən. Deyir ki, Smithlər evlərini in the hotel as their house. Hə, yaxşı. Deyir, Smithlər otaqlarını, oteldə otaqlarını vermişlər. Yox, yəqin ki, Smithlərə oteldə otaq verilmişdi kimi düşünə bilərəm mən bunu. Məlum növdə olmaz da burada. Çünki məlum növdə olsaydı, oteldə otaqlarını vermişlər, onu da kimə vermişlər? O hissədə olmalıdır axı. Ona görə məlum növdə olan G variantını çıxdım. Çünki onların evi yanğında yanmışdı. Aha, hər şey aydındır. Deməli, deyək ki, Smithlərə oteldə otaq verilmişdi. Çünki onların evi yanğında yanmışdı. Demişdim ki, daha əvvəl baş verən hissə verilməlidir. Keçmiş, bitmiş zaman formasında. Bax, ona görə də cavabımız olacaq Y variantı. A contract is a document which. Deyək ki, kontrakt elə bir sənəddir ki, danışıqlar bitəndən sonra imzalanır. Danışıqlar burada ümumi bir məlumatdır da. Kontrakt danışıqlar bitəndən sonra imzalanan bir sənəddir. Burada ümumi məlumatı general information'dır. Always true faktlardır. Yəni həmişə doğru olan faktlardır. Tərifdir, tanımdır. Bunlar sadə zamanda olmalıdır. Deməli, imzalanır da məchul növdədir. İmzalanır məchul növdədir. İndiki sadənin məchul növündə is signed kimi olmalıdır. Cavablardan B və C variantı çıxır. Is signed qalır. Danışıqlar bitir. Danışıqlar bitmək feili nədir? To be over'da da bitmək feili. Burada to be over feili deməli talks cəmdə olduğuna görə yəqin ki, to be'nin deməli cəm forması olacaq. Are over. İkinci tərəfə də are over lazımdır mənə. Düzgün variant D variantıdır. 86-cı testdə. Deməli, yenə deməli deyərik ki, o məndən soruşdu ki, okay, istədi daha doğrusu. Will ask variantı çıxır. Yəqin ki, asks da deməz. Çünki keçmiş zamanda baş vermiş bir hərəkətdir. O məndən ona bildirməyimi istədi. Bax, letdən sonra feil tuzsuz olmalıdır deyə. Deməli, burada yenə ikinci tərəfə mürəkkəb tamamlıq var. Keçməmişik bura üçün biz. Mürəkkəb tamamlıqda qayda necə olur? Let, deməli, mürəkkəb tamamlıq daxilindəki feil, deməli, tulu tuzsuz ayıncıl olur. Ondan əvvəl işlənən feilə görə let özündən sonraki feili tuzsuz istəyir. Həm də bu tamamlığı olduğuna görə tamamlığın daxilindəki feillər şəxsə və zamana görə dəyişmir də. Ona görə new variantı səhvdir. Now variantları qalır. C və D variantları arasında qalırıq. Deyir ki, onun anasının nə vaxt qayıdacağını ona bildirim deyir. Nə vaxt qayıdacağını acaq əcək var burada. O da gələcək zamanı işarə edir, amma keçmiş zamanın əlaqəsi olduğuna görə olur keçmişə nəzərən gələcək zaman. Cavab C variantıdır. Deyir, I along the street when suddenly I heard footsteps behind me somebody. Yaxşı. Deyir ki, mən deməli, mənim arxamda ayaq səslərini eşidəndə when suddenly I heard
footsteps behind me. Qəfildən mənim arxamdan gələn ayaq səslərini eşidəndə mən küçədə gəzirdim. Həmin an mənim hərəkətim davam edirdi də. Ona görə bu was walking olar hələ ki. Was walking B və C variantları arasında qalıraq bu variantlar silinir. Deyir ki, kimsə məni izləyirdi. Yenə keçmişdə bir anda izləyirdi. Keçmişdə həmin anda izləyirdi. Davam edici zaman forması olmalıdır. Keçmiş davam edici cavab B variantıdır. 88-ci testdə deyir ki, we went far when we suddenly a great red bus. Deyir ki, biz qəfildən deyir qırmızı böyük avtobusu görəndə biz uzağa məsələn getməmişdik də, uzaqlaşmamışdıq. Böyük ehtimal belə bir versiya olar. Cavabımız olar B variantı. Çünki biz uzağa getmişdik və ya getməmişdik. Bizim avtobusu görəndən əvvəl baş vermiş hissədir də. Bax, əvvəl baş vermiş hissəni verirdik bitmiş zaman formasında. O da cavabımız edir B variantı. 89-da when carry the wind a little and somewhere behind the house a bird. Yaxşı. Yəqin ki, deyər ki, carry çıxanda, çünki feillərin hamısı go out, went out çıxmaq feildir. Külək dayanmışdı, yenə dayanmışdı, keçmiş bitmiş zaman formasında olmalı da. Çünki daha əvvəl baş verib və kimsə tərəfindən dayandırılmır da külək. Burada məhsulluq bir şey olmur. Ona görə cavabımız elə olar C variantı. Baxın, yenə deyirəm, dayanmışdı, daha əvvəl baş verib deyə keçmiş bitmiş də olmalıdır. Məhsulda da olmalı deyil. Ona görə cavabımız elə olur C variantı. Və quş mahnı oxuyurdu. Quşun mahnı oxumağı da həmin an davam edirmiş. 90-cı testə gəlirik. When we went out, biz çölə çıxanda ay. Yaxşı, yet var burada. Yet bitmiş zamanın inkarında və ya sualının sonunda olur. Sual yazma haqqımız yoxdur artıq burada. İnkar yazmalıyıq deyə A və B variantı çıxır. Bitmiş zaman yazmalıyıq deyə D variantı çıxır. Yaxşı, was shining, were shining aralarındakı fərq was və were tək və ya cəm olmasındadır. Baxıram bura stars cəmdədir. Ona görə was yaza bilmərəm. Düzgün variant Y variantıdır. 91. When Napoleon to the town at last see it in flames in a short time all. Yaxşı, Napoleon şəhərə çatanda, nəhayət ki şəhərə çatanda o şəhər odun alovun içində gördü. Bunlar ardıcıl baş verən hərəkətlərdir. Keçmişdə ardıcıl baş verən hərəkətlər olmalıdır. Keçmiş sadə zaman formasında, digər zamanları işlədim. A və B, C, D, Y variantlarını çıxıram. A və B variantları qalır. Sonra deyirəm ki, qısa müddətdə hər şey dağıdılmışdı və ya dağılmışdı. Burada artıq mən iki variantda düzgün hesab edə bilərəm. Böyük ehtimalla qısa müddət içində hər şey dağıdılmışdı deyərəm. Düzgün cavab B variantıdır. Məhsul olmalı idi deyə düşünürəm. 92-yə gəlirəm. The girl said that. Qız dedi ki, o deməli nobody liked her. O deməli birinci tərəfə inkar yazmaq olmaz. Ən azından 2 dənə variantı əliyək biraz yüngülləşsin cavablar. Deməli qız dedi ki, o never yaxşı, would never stay a moment. Had never stayed a moment in the house where nobody was like. Yaxşı, like feili məhsul növə düşməz deyə bu da çıxır. Aha, heç vaxt istənmədiyi yerdə qalmayacaq kimi düşünürəm də. Qız dedi ki, o heç vaxt xoşlanmadığı yerdə qalmayacaq. Burada like olan cavabı da çıxacaq. Çünki görürəm ki, cümlələr onsuz keçmiş sadə zamandadır. Cavab B variantıdır. Yaxşı. Sonra he is sorry və ya he was sorry her feelings. Her feelings ilə is yazmaz, was yazmaz. Çünki feelings səmdədir. Qız üzgündür ki, feelings yəni has da yazmaz, has da təkdədir də. Ona görə 2 dənə variant arasında qalırıq. Is ilə deyir ki, he is sorry that her feelings have deeply hurt ola bilər. Yaxşı. Burada məlum növdə olar da onun hissləri inciyib. Onun hissləri incidib. Ona görə olmalıdır, yox, məhsul növdə olmalıdır. Hissləri incidilib kimi düşünərik də. Bunun cavabımız olar Y variantı. 94-cü testə gəlirik. Rain by the afternoon, but a strong wind and the sky with dark clouds. Yaxşı. By the afternoon, günortaya qədər. Günortaya qədər yəqin ki, yağış dayanmışdı. Keçmiş zaman formasında olmalıdır. Ona görə bu variantlar silinir. Hələ ki, qaldıq B və Y variantları arasında. Bu variantları silirəm. B və Y variantları arasında. Amma külək əsirdir. Külək əsirdir də davam edici olmalıdır. Uzun hərəkətdir. Ona görə cavabımız olur Y variantı. 95-də those who attention to something. Pay attention. Those who, yaxşı. Deməli, bura tək olan cavabı çıxıram B variantını. Çünki those zəmdədir də. Those who pay attention deyir. Diqqət edənlər bir şey öyrənir. Diqqət edənlər öyrənir. Yenə cəmdə verməliyik deyə bu variantlarda çıxırıq. Tək xəbərdir deyə cavabımız olur A bəndi. Çünki those burada cəmdir. Xəbərlər cəmdə olmalıdır. Təkdə olan xəbərlər çıxdıqda elə cavabımız çıxır. 96-cı testə gəlirəm.
For a month, no time to go anywhere. Anywhere var burada. Deməli cümlə inkar olmalıdır. Bu 3 variant silinir cavablarımız arasından. Çünki ikinci tərəf təsdiqdə yazıblar. Yaxşı. I have been here for a month. For a month da bitmiş zaman əlamətidir. Ona görə was-u çıxırıq. Düzgün variant qalır. D variantı. 97-ci testdə. For some time she, where, she and what. Yaxşı. Müəyyən bir müddət deyir. O anladı ki, yəqin ki, müəyyən bir müddət deyirsə, bu anlamadı demək istəyər də. O anlamadı ki, o hardadır, o harda idi və nə baş vermişdi. Məncə düzgün cavab C variantıdır. Müəyyən müddət o anlamadı ki, o harada idi, yenə keçmiş zaman forması və nə baş vermişdi. Yenə vurğulayıram, nəyin baş verməsi daha əvvəl baş verib də, daha əvvəl buna nəsə olub ki, o nə bilim huşunu mu itirib, nəsə olub, durub aydınlaşdırmağa çalışıb ki, nə baş verib. Nə baş verib hissəsi olmalıdır. Keçmiş. Bitmiş zaman formasında tərcümədən də görürsünüz ki, yenə ı və m şəkilçiləri varsa, biz onsuz da bitmiş zaman forması işlədirik. I və m şəkilçiləri varsa. Yaxşı. Sonra deyirik ki, biz tələsirdik. Məsələn, hari feilləri ilə bağlıdır. Biz tələsirdik. Çünki biz düşünürdük ki, zəng artıq çalınıb. Yaxşı. Biz tələsirdik, biz düşünürdük. Bunlar ardıcıl baş verirlər. Ona görə deməli, amma deyir ki, zəng artıq çalınıb. Biz düşünürdük ki, zəng artıq çalınıb. Zəngin artıq çalınması daha əvvəl baş vermiş hərəkətdir də. Ona görə o hissəni verməliyik keçmiş bitmiş zaman formasında. Deməli, axırıncı tərəf olmalıdır keçmiş bitmişdə. Bu indiki bitmişdir. Bunlar ümumiyyətlə bitmiş deyil. Bu indiki bitmişdir. Qalır iki variant arasında. Had eynidir, already eynidir. Aha. Deməli, qayda necə idi? Ring feilin forması ring. Birinci forma, ikinci forma. Keçmiş sadə zamanında işlənən forması rang, üçüncü forma rang. Ona görə bizə lazımdır üçüncü forma, cavab B variantıdır. Axı deməli bitmiş zamanın düsturu necə idi? Have, has plus participle to idi da. Mənə axırıncı tərəfdə participle to lazımdır. 99-cu testə gəlirəm. I looked at the stranger, it to me added him somewhere. Yaxşı, mən deyir ki, at the stranger, bu yad adama baxdım, qərib adama, yad adama baxdım. O mənə elə göründü ki, mən onu əvvəl hardasa görmüşəm. Deməli, yenə görmüşəm, ən əvvəl olan hissədir də. Görmüşəm, ən əvvəl olan hissədir. Ona görə bunu çıxıram. Mit feilində deməli məchula sala bilmərəm. Çıxıram. Cavab qalır had met variantları. Yenə looked gördüyümə görə Sims onsuz da çıxacam. Düzgün variant B variantıdır. 100-cü testdə 2 hours when the manager back. For 2 hours indiki bitmişin zaman zərfidir. İndiki bitmiş zaman formasında, daha doğrusu bitmişin zaman zərfidir. Üzrü sayın. Bitmişin zaman zərfidir. Deməli, venlin deməli uzlaşmalarında heç vaxt indiki bitmişdən söhbət gedə bilməz. Bunu unutmayaq. Onsuz da bir də cavablarda bir dənə bitmiş zaman forması olan A variantı var. A variantını yazırıq. Manager deyir qaydanda onlar iki sadə idi ki, işləyirdilər. 101-ci testə gəldim. As soon as var burada. As soon as. As soon as də qayda necədir? As soon as sadə zamanları uzlaşdırır, ancaq sadə zamanları uzlaşdırır. Aydın məsələdir ki, tabiəsizlik bağlayıcısı olduğuna görə ondan sonra gələcək zaman gəlməz 4 ilə 5 səhvdir. Ancaq sadə zamanları uzlaşdırır demişdim sizə. 3 səhvdir. Düzgün cavab 1 və 2-dir. Gəlirik 102-ci testdə. Yenə burada as soon as var. As soon as-dan sonra keçmişə nəzərən gələcək və ya gələcək zaman gəlməz. Bitmiş zaman gəlməz. Düzgün cavab 1 və 4 variantıdır. Gəldik bu digər testdə yenə as soon as görürük. Yenə eyni qaydada as soon as-dan sonra gələcək və ya keçmişə nəzərən gələcək gəlməz. 1 və 2 və sonuncu da yenə as soon as var. Gələcək zaman və ya keçmişə nəzərən gələcək zaman gəlməz. 1 və 2 elə bilim yekunlaşdı. Yaxşı, bu qədər sağ olun. Əgər sualınız olsa, elə rəylərə də yaza bilərsiniz və yaxud da özümə soruşa bilərsiniz ki, təkrar geniş izah verə bilərəm hər hansı bir sualla bağlı.